Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər. Xoş gördük sizləri yeni tədris ilində və hər kəsə uğurlar arzuluyuram. İnşallah ki, bu ildə nəticələriniz göz oxşayan olar, yeni nailiyyətlər əldə edərsiniz və yeni ilin ilk sınav imtahanının izahına başlayırıq. Və kanalımıza mütləq abunə olun, videomuzu mütləq bəyənin ki, sizə bildirimlər tez gəlsin, çatsın. Kanalımıza istənilən qədər sınaq izahları, istənilən qədər dərs izahları görə bilərsiniz və əgər ilin hər hansı bir vaxtında, yəni təbii ki, zamanında dərslərimizə qoşulmaq istəsəz və yaxud da sınaq qrupları, sürət qruplarımıza qoşulmaq istəsəz il sonlarında, o zaman 070 535 35 55 nömrəsinə yaza bilərsiniz. Dərslərimiz əyani formada Gəncə şəhərində, Goranboyda və eyni zamanda onlaynda da istədiyiniz yerdən qoşula bilərsiniz. Və deməli 11-ci siniflər üçün olan OTK-nın ilk buraxılış sınavının izahına baxacağıq, suallara baxaq. Vaxt itirmədən keçək sualların izahına. Birinci sualda nə deyir? Deyir, sözlər əsasında Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Tramplin sözü verib, bir də dirijor sözü verib. Tramplin sözündə tələffüz trampilin. Burada bir dənə i artırılır. Dirijor sözündə də bir şey yoxdur, dəyişim yoxdur. Deyiliş yazılış fərqlənmir deyir, yanlış deyir. Tərkibində bir qapalı sait var. Görürsünüz, iki qapalıdır. Ona görə bu da yanlışdır. İki dənə i saiti var. Ahəng qanuna tabe deyil, ortaq cəhət kimi verib. Baxırsınız, burada da qalın sait var, burada da qalın sait var. Eyni zamanda hər iki sözdə həm qalın, həm incə saitlər var. Ona görə doğru fikirdir. Tərkibində kar samit yoxdur deyir, dirijor sözünün düz deyir. Amma tramplində var. Ona görə bunda bu tərəfə görə doğru götürə bilərik. Və saitlərdən biri tələffüz zamanı düşür. Saitlərdən biri düşmür, belə bir şey yoxdur. Və cavabımız nə olur? 3-4 A variantı olmuş olur. Növbəti sualımızda nə deyir bizə? Yazılışı yanlış olan sözü müəyyən edin deyir. Iceberg sözündə bir problem yoxdur. Bəyanat sözü olduğu kimi belə yazılır. Biraz daha sizin üçün böyüdüm bunu. Qərargah sözü deməli necə olur? Qərar verirsən, qərargah. Burada A olmalıdır. Ona görə cavabımız elə C variantı olacaq. Qatran düzdür, batareyada düzdür. Cavab C variantı. Növbəti üçüncü sualımıza baxaq. Üçüncü sualda nə deyir? Sözlərin yazılışı və tələffüzündəki fərqli məqama görə məntiqi ardıcılığı tamamlaya bilən nümunəni müəyyən edin. Deməli, tipografiya o aya çevrilir. Təşkil, burada C olur. Bu arada qırmızı bizə çox yakışıyormuş, qırmızı eləyək. Toponimdə toponim olur. Deməli, fərq bir dənədir hər sözdə. Təqlid sözünə baxırıq, bir dənə fərq var, təqlid. Deməli, elə cavabımız A variantıdır. Tüğyan sözü dəyişmir, təşvişlə olacaq. Ona görə burada iki fərq var, burada fərq yoxdur. Transfer dəyişmir, tiftikdə də burada D olur, bir də iş olur. Yəni iki fərq var. Bir fərq olan A variantıdır. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda bizə nə deyilmiş? Deyir ki, doğru əlaqələndirməni müəyyənləşdirin. İyanə qida, yeyəcək, yeyinti. Bu doğru deyil təbii ki. Yəni hər hansı bir xeyriyyə məqsədilə edilən pul və yaxud da hər hansı bir şeydir. İnventar, binanın mənzilin memarlıq baxımından tərtibat verilmiş daxili hissəsi bu da deyil. Çünki bu inventar deməli ümumi avadanlıqların cəmi mənasındadır. İrtica, geridə qalma, geriyə gedən hərəkət, mövcud vəziyyət dəyişdirmək istəməyən, geriliyi müdafiə edən, bu doğru fikirdir. İrtica bu deməkdir. Bu arada mikrofonumuz işləyir. İntervyu nə deməkdir? Mətbuatda çap edilmək, teleradio ilə yayımlamaq məqsədi ilə müxbirin hər hansı bir şəxsdən aldığı müsahibə. Ola bilər, intervyu götürür, doğru fikirdir. İpotekada müavinət, girov qoymuş əmlak deməkdir. 3, 4, 5 variantı, o da A variantıdır. Növbəti 6-cı sualımıza da baxaq. Uşaqlar, əgər sizdə bu suallar yeri dəyişikdirsə, sizdə B variantı da ola bilər. Ona görə B variantından da yoxlaya bilərsiniz. Yəni, sualların yeri dəyişikdir. Ona görə də suallar eynidir sadəcə. Yerinə görə amonim kimi işlənə bilən sözləri müəyyən edin.
xeyir sözü amonim olmur. Biri xeyirdir, biri xeyir olmaz. Xəzər sözü xüsusi isimdir, amonimi olmur. Kütlə sözünün amonimi var. Kütlə bir çəki, bir də xalq, cəmaat mənasında. Şan sözündə amonimi var. Şan, şöhrət və bir də arının bal yığdığı şan. Bəstə balaca deməkdir və bir də musiqi bəstəsi var. Deməli 3, 4, 5 variantı olacaq da cavabımız Y variantıdır. 6-cı sualımıza baxaq. 6-cı sualda nə deyir? Deyir ki, cümləni tamamlaya bilməyən fikri müəyyən edin. Burada bir dənə hərf buraxıb, sözündəki nöqtələrin yerinə P hərfi yazılsa, qarşılığı olmayan samit iştirak etməyəcək. P hərfi yazılsa, düzdür də, qarşılığı olmayan samit yoxdur. Ç'nın qarşılığı var, P'nın qarşılığı var. Burada da iş olur tələffüzdə. Çəpik. Belə. Sonra bu hərfi yazısı, deyiliş yazılışı fərqlənməyəcək. Buna baxın. Yanlışdır. Fərqlənəcək axı. Burada iş dəyişəcək onsuz da. Cavab elə B variantı olacaq. L hərfi yazılsa, cingiltili samitin sayı kar samitlərdən az olacaq. Bəli, doğru fikirdir, doğru fikirdir. Çünki L bir dənə cingiltili olur. Burada 2 dənə kar samit olmuş olur. P hərfi yazılsa, bütün samitlər kar olacaq. Bəli, P onsuz da kardır, digərləri də kardır. L hərfi yazılsa, əsas sözünün sinonimi olacaq. Yəni, çəlik olacaq. Bu da doğrudur da, çəlikdir. Cavab oldu B variantı. Növbəti 7-ci sualımıza baxaq. Nə deyib bizə burada? Əvvəlinə müvafiq işarələr qoyulmuş sözlər əsasında cədvəldəki uyğunluğu müəyyənləşdirin. Aşıb daşan bir də artıq sözüdür. Aşıb burada P olacaq. Bir də artıq X olacaq. Çünki burada özündən sonra baxın, samitlər gəlib. Artıq bu şəkildə. Doğrudur. Buradan belə bir verib və işarələrə də fikir verin bu arada. Doğrunun altından baxaq. Kvadratda nə deyir? Bir yerdə tələffüz yazılışından fərqlənir. Düz deyir də P olur. Bunu düz kimi götürəcəyik. Bir samitinin qarşılığı yoxdur. N-nın qarşılığı yoxdur. Bunu da düz deyir kvadrat haqqında. Sonra üçbucaq, yəni artıq sözü haqqında burada bir fikir verir. Düz doğrunun altında. İki samitinin qarşılığı yoxdur. Bir dənə R-nın qarşılığı yoxdur. Ona görə bu səhvdir. Doğru deyil. Yanlışa baxaq. Kvadratın qabağında verilən, yəni aşıb daşan sözü 3 samiti kardır. Ş, burada da bir şey var. Aşıb P olur. 3 dənə kar samit var. Bu doğru fikirdir. Tərkibində bir kar samit vardır. Tərkibində bir kar deyil, 3 dənə kar samit var. Bayaq da dedik. Ona görə yanlışdır. Deməli, doğrudan doğrular 1, 2, yanlışdan yanlış 5. Cavab olacaq 1, 2, 5 E variantı. Növbəti sualımıza baxaq. Sözlərin yalnız birinə aid olan fikirləri müəyyən edin. Yəni, 2 söz verib birinə aid olan fikirləri seçəcəyik. Ahəng qanuna tabedir. Heç bir ahəng qanuna tabe deyil. Görürsünüz, həm qalın həm incə sait var, burada da eynən. Ona görə bu yanlış fikirdir. Tərkibində dodaqlanan sait iştirak etmir. Dekorativ o aya çevrilir deyə iştirak etmir. Bəli, bura aiddir. 2-ni bunun üstünə yazıram elə. Amma bu digər sözdə dodaqlanan sait var. Tərkibində həm kar, həm cingiltili samit var. İkisində də var da, hər ikisində kar və cingiltili samit var. Ona görə bu variantı çıxacağıq ümumiyyətlə. Çünki ikisinə də uyğundur. Bizə deyib birinə uyğun gələni seçin. Deyilişi yazılışı arasında bir fərqli məqam, dekorativ sözü, duet sözü olduğu kimi qalır. Dekorativ sözündə bir yazılış, deyiliş fərqi var. 4-ü də buraya yazacağıq. Təkcə ona aiddir. Kar samitlə başlayır, cingiltili samitlə bitir. Karla başlayır mı? Yox. Cingiltili ilə bitir mi? O da yox. Ona görə bu da heç birinə aid deyil. Cavabımız elə 2-4 olacaq. B variantı. Növbəti 9-cu suala baxaq. 9-cu suala baxaq. Deyir ki, tərkibində çıxartmaq mənasında ifadənin olmadığı nümunəni müəyyən edin. Şərəfoğlu torbanın ağzını açdı, oradan toz basmış bir külqabı götürdü, yəni çıxartdı. Bunu tapdıq, burada var. Olmayanı deyir, yəni burada var. Baxaq. Dağların başını qalın duman bürüyür, çobanlar qoyunları kəndə tərəf qovurdu. Çıxartdı mı? Kəndə tərəf qovmaq, çıxartmaq deməkdir orada? Yox. Elə cavab B variantı olacaq. Sizi çox yormayaq. Digərlərinə baxsaq, elə belə baxaq. Deməli, əlbəttə dəlilsiz, sübutsuz, mühakiməsiz, məntiqsiz heç bir zaman
ədalətli hökm vermək olmaz. Hökm çıxarmaq olmaz. Bunu yerinə qoya bilərik. Burada dəyişə bilirik. Cəlil Məmməd Quluzadənin təsvirinə və sənədlərə görə o zaman Azərbaycan dilində qəzet buraxmaq çox çətin məsələ imiş. Qəzet buraxmaq, çıxarmaq. Bunu da çıxacaq variantdan. Oğlan əynindəki kətan köynəyini soyundu, yəni çıxartdı. Bunu da çıxdıq. Cavab oldu B variantı. Tamam, sonraki sualımıza baxaq. 10-cu sualda nə deyir bizə? Qrammatikanın sonuncu sualı. 10-10 eləyənlər yazsın ki, 10-10 yazdım. Deməli, bizə deyir ki, burada bir dənə hərf buraxıb. Sözündə nöqtələrin yerinə o hərfi yazılsa, nə baş verməz? Yəni, o yazılsa, nə baş verməz? Yəni, o yazılanda da A kimi deyilir zaten. Sadəcə məna fərqlidir. Kompaniya, şirkət mənasındadır. Biz digər variantlar, yəni şirkət mənasında olar, bu baş verər. Bunu götürmürük. Yazılışa deyirsə, bir fərqli məqam olar. Kompaniya, kampaniya olacaq. Bu da baş verər. Təbliğat, reklam sözlərinin sinonim olar. Xeyr, kompaniya, şirkət deməkdir. Ona görə bu baş verməz. Yəni, bu olmaz. Endirim sözünün qarşılığı kimi işlənər. Xeyr, bu da olmaz. Olmazları götürürük. Deyiliş, yazılış arasında iki fərqli məqam var. Dedim, axı bir dənədir. Ona görə bu da olmaz. 3, 4, 5. Cavab olacaq D variantı. Növbəti mətnə baxırıq uşaqlar. Mətni oxumayanlar. Sizin üçün bir dənə mətni yavaşca gedirəm. İstəsəz buradan oxuya bilərsiniz. Aha, bir baxın. Bura və bir də burada. Deməli, bu hissəsi də buradadır. İstəsəz ekran yaxınlaşdıra da bilirsiniz. Oxuyun belə. Belə. Tamam, suallara baxırıq. 11-ci sual. Mətnə aid yanlış olanı müəyyən edin. Yenilik heç də hamı tərəfindən düzgün başa düşülmür, müsbət qarşılanmır. Burada görürük, mətndə belə bir şey var idi. Yəni, yenilik hamı tərəfindən müsbət qarşılanmırdı. Orada o, nə idi qadının adı? Müəllimə və onun yoldaşı Molla var idi. Onlar yaxşı qarşılamırdılar. Cəmiyyətdə ziddiyyətli fikirlər mövcuddur. Bunu da görürük. Bir tərəfdən yəni yenilik eləyən müəllim var, bir tərəfdən köhnə fikirli. Yenilik tərəfdarı da təhsilə şəxsi qazanc mənbəyi kimi yanaşırlar. Yenilik tərəfdarları da şəxsi qazanc kimi yanaşırlar. Xeyr, müəllimənin adını unutdum da. Güllebəyim heç də qazanc kimi yanaşmırdı. Cavab olacaq C variantı 11-ci sualda. Yeni tipli təhsilin əleyhinə olanlar var idi mətndə. Təbii ki, Molla və onun yoldaşı. Qazancın əldən çıxması bəzi şəxsləri narahat edir. Yenə bunu da Mollaya aid edirik və onun yoldaşına aid edirik. Deməli, cavab C. 12-ci suala baxaq. Mətnlə bağlı doğru fikirləri müəyyənləşdirin. Dərs keçənlərin öyrətmə üsulları eyni idi. Xeyr, orada gördünüz ki, Güllebəyim müəllimə ilə digər müəllimənin adı yadımdan çıxıb da qoyun bir dənə ona baxım. Hə, Narınc idi, bir də Qurbanqulugil. Narınc və Qurbanqulu. Onların, deməli, Narınçla Gülləbəyimin üsulu eyni deyildi. Eyni idi deyir burada, səhvdir. İsrafil Gülləbəyimin məktəb açmasına tam razı idi, tam deyil. Onun xətrinə dəyməmək üçün dedi. Eyni təyinatlı müəssisələr qonşuluqda yerləşə bilər. Bax, doğru fikirdir. Cavab budur, indi deyəcəm, ora qaydacaq. Bütün mollalar qızların oxumağını düzgün hesab etmirdilər. Bütün mollalara aid deyil. Çünki Gülləbəyimin babası olan molla əslində istəyirdi. Yadınızda da orada Güllebəyim danışır yoldaşına. Narınc daha yaxşı dərs keçsə də nüfuzunu itirirdi. Narınc nüfuzunu itirirdimi? Narınc nüfuzunu itirirdimi? Daha yaxşı dərs keçirdi. Nüfuzunu itirirdi, amma daha yaxşı dərs keçmirdi axı. Bu da yanlışdır. Cavab C variantıdır. Orada nə deyir? Müəssisələr qonşuluqda yerləşə bilər. Burada da görürsünüz ki, evləri Molla Qurbanqulu ilə qonşu idi. Molla arvadı Narınçla nəysə ki, bunda görürük ki, qonşu idilər. 13-cü suala baxaq. Deyir ki, din xadimlərinin bir-biri ilə ziddiyyətli fikirlərin olması dəqiq müəyyən etmək mümkündür. Elə A variantı olacaq, mən sizə bunu göstərim. Dəqiq müəyyənləşdirmək zidd fikirlər var idi.
Bax, burada görürsünüz ki, mənim deyir müəllimim olan Molla babamın yanında neçə qız oxuyurdu. Gövhər bəyim və mən. O bizə yazıb oxumağı öyrətdi. Deyirdi ki, bəzi mollalar düzgün deməyim. Deməli, mollaların fikri, bu Qurbanqulu ilə onun fikirləri üst-üstə düşmür. Cavab olur nə? Elə A variantı olacaq burada. Dəqiq müəyyən etmək mümkündür ki, din xadimlərinin bir-birinə ziddiyyətli fikirlərinin olması var. Hadisələrin baş verdiyi məkanı dəqiqləşdirə bilmirik mətnindən. Molla Qurbanqulunun öz evi ilə yanaşı bazarda da işləməyini demir. Sadəcə bazara gedirdi, nəyə gedir bilmirik. İsrafilin ticarətlə məşğul olmasını mətnində görmürük, hadisələrin tarixində görmürük. Cavab dedik, A variantı. 14-ə baxaq. Kursiyada verilmiş hissə ilə bağlı doğru fikirləri seçin. Kursiyada verilmiş hissəni mən sizə bir daha göstərim. Mən oxumuşam da mətni, siz də oxuyun istəyirsiniz. Kursiyadan verilən hissə, baxın, buradır. Bu hissədir. İstəsəz bir dəfə də baxa bilərsiniz, oxuya bilərsiniz. Deməli, indi biz sualımıza baxaq. Sualımızda nə deyir? Deyir ki, təhsillə bağlı qüsurlu fikirlərin olduğunu əks etdirir. Görürük də orada qüsurlu fikirlər var. Problemin həlli yollarını göstərirmi? Yox. Orada problem həlli yoxdur. Müəyyən olunur ki, həmin dövrdə yeni fikirli adamlar olmayıb. Belə bir şey də qərara gəlmək olmaz oradan. İmkanlı adamların övladları yaxşı təhsil verməməsi göstərilir. Bunu da görmürük, imkanlı adamlarla bağlı. Köhnə düşüncənin tərəfdarlarının daha çox olduğunu bircə dəqiqə. Orada daha çox olduğunu. Bir dəqiqə, mən oraya yenə baxım. Deməli, bir doğru fikir deyib də bizə, düzdürmü? Tamam. Deyir ki, bir qism köhnə fikirli adamların yaxşı öyrətdiyinə, uşaqların yaxşı gələcəyinə inanırdı. Mollanın sözləri köhnə fikirli adamların mövqeyini gücləndirirdi. Qız uşağının yazı yazmaq nəyinə lazımdır deyirdi. Söz-söhbət İsrafilin qulağına çatır. Bazarda ona bitər, baxmağa başlayırlar. İsrafil əvvəlcə bunlara əhəmiyyət vermədi, sonra isə narahat oldu. Şimdi baxım görüm orada. Deməli, birinci fikrimiz doğruydu, ikinci fikrimiz yanlış. İmkanlı adamların övladlarına yaxşı təhsil verməməsi yox. Köhnə düşüncənin tərəfdarlarının da, tərəfdarların daha yox, tərəfdarlarının da çox olması bu var da. Tərəfdarlar köhnənin də çox idi, yeninin də tərəfdarları var idi. Deməli, 1-5 fikri doğrudur. Sonra 15-ci sualımıza baxaq. Mətndə bağlı belə qənaət gəlmək olmaz. Təhkiyədən istifadə olunubmu? Mətndə var. Sonra nəsr dilində obrazlıqdan istifadə olunmuşdur. Bədii mətn idi, təbii ki, olacaq. Poetik funksiya olan ifadələr işlədilib. Bədii mətn isə o da olacaq. Sərbəst və təbii danışıq formasında olan nümunələrdə mövcuddur. Bəli, dialoq var idi. Bunu da deyə bilərik. Terminoloji funksiya sözlər. Baxın, terminoloji funksiyanın burada nə işi var? Bədii mətn, terminoloji funksiya. Olmaz. Bu elmi üslubda olur terminoloji funksiya. Sözün 3 funksiyası var. Terminoloji funksiya elmi üslubda, bədii funksiya, deməli, poetik funksiya bədii üslubda, informativ funksiya isə həqqi mənadır. Bu, bir çox üslublarda görə bilərik. Məsələn, publistik üslubda. Mətndə çərçivə daxilində verilmiş sözü kontekstdən fərqli mənada cümlədə işlədərək yazın. Hanı o çərçivə daxilində verilmiş söz? Köhnə fikir. Köhnə fikirli adamlar. Deməli, bunu yazacağıq. Köhnə fikirli adamlar. İşlədərək yazın. Fərqli mənada. Deməli, burada kontekstdən fərqli mənada. Orada köhnə fikir məcazidir, məcazi. Siz də nə yazasınız? Həqiqi. Məsələn, deyək ki, köhnə paltarı satdı. Düzdür, bu satmaq olmur. Məsələn, pay verdi. Köhnə paltar, köhnə kitab, köhnə həqiqi mənada işlədəsiniz də. Nəyinsə bir əşyanın köhnəlməsi formasında işlədə bilərsiniz. Doğru olacaq o. Daha sonra deyir ki, mətndə üzərində rəqəm yazılmış sözlərin qarşılığını yazın. Üzərində rəqəm yazılmış sözlərimiz hansılar idi? Bir daha baxaq olaraq. Deməli, birinci sözümüz höccətləşməkdir. Höccətləşmək. Deməli, bir də ikinci sözümüz nədir? Vasvası.
İndi bunların mənalarını yazacağıq orada. Hansı sualımız idi o? Hə. Deməli, höccətləşmək. Məsələn, bura bəhsləşmək və yaxud da mübahisə etmək. Sonra bir də nə idi? Vasvası. Hər şeyə fərqli yanaş, belə deyək də, hər şeyə necə deyək ona? Hər şeyə şübhə ilə yanaşan. Nə bilim, hər şeydən iyrənən. Hər şeyə belə deyək də, bədbin baxan, məsələn, belə yaza bilərsiniz. Sonra 18-ci suala baxırıq. Uyğun olaraq mətndəki üslubu xüsusiyyətləri ilə bağlı Gülləbəyin mətni yazırsınız, məcazilik var. Yəni, bədii üslubdadır, obrazlıq var, emosionallıq var və s. Bunları yaza bilərsiniz. Burada isə verilən bu nədir? Elmi üslubdadır. Buna da yazırsınız ki, terminoloji funksiyadan istifadə, terminlərdən istifadə, sonra məntiqlik, dəqiqlik, konkretlik və s. Bunları yaza bilərsiniz. Burada çünki deməli, Mendeleyevin 26-cı element kimyəvi işarəsi F, yəni termindir də kimyadır. Ümumi cəhətlər yazırsınız ki, funksional üslubdur. Bir də yaza bilərsiniz, ədəbi dil nümunəsidir. Yəni, ortaq cəhət kimi bu üslubların ümumi cəhətləri deyə bunları yaza bilərik. Sonraki sualımıza baxaq. Mətnin məzmununu əhatə edən 3 dənə plan bəndi yazın. Məsələn, 3 dənə yazacağıq deyə, burada konkret verib. Birinci plan bəndi giriş hissəyə yaza bilərsiniz. Məsələn, yazarsınız yeni məktəb və yaxud da yeni fikirli müəllim, belə deyək. İkinci, bura yaza bilərsiniz ki, köhnəlik, yenilik qarşılaşması, qarşı durması və yaxud da yaza bilərsiniz ki, ikinci, deməli, qonşu ilə münasibətlərin korlanması, məsələn, yazıram, qonşu ilə və yaxud da digər müəllimlə, onun adı nə idi? Nurcan idi, Narcun idi, nə idisə. Qonşu ilə münasibətlər, münasibətlər. Axıra da yazın, deməli, Gülləbəyin müəllimin sözləri yaza bilərsiniz. Gülləbəyin müəllimənin. Gülləbəyimin fikirləri və yaxud da Gülləbəyimin yoldaşının adı nə idi? Onunla söhbəti, onların arasında diyaloq. Bax, belə bir şey yaza bilərsiniz 3 dənə. Yəni, belə. Plan, yəni, çətin bir şey deyil. Çalışın, planı söz birləşməsi şəklində yazın. Yəni, nədən söhbət gedir, onu yazasınız da. Yəni, elə bir şey deyil. Aha. Bitdi mi? Hə, bitdi. Yoxsa bir sualımız qalıb, 20-ci suala baxaq. Burada birinci mətndən bir sualımız qalıb. 20-ci sualda nə deyir bizə? Deyir ki, işarə qoyulmuş ifadələr əsasında cədvəli doldurun. İşarə qoyulmuş ifadələr. Bir yumru, bir də kvadrat. Baxacaq ona, o işarələrə. Deməli, deyir ki, Gülləbəyimin məktəbinə aparırdı. Deməli, qulus olmağı. Aparırdısa həqqi mənadadır. Onun məktəbinə aparırdı, həqqi mənadadır. Aparmaq həqqi mənadadır. Bir də digər sözümüz nə idi burada? Burada da deyir ki, biliklərim itməsin. Deməli belə, tapdıq sözlərimizi.
İtməsin, bir də aparır. Aparır həqqi mənada. Aparırda yazırsınız, həqqi mənadadır. Digərinə yazırsınız, poetik funksiyadadır, yəni itməsin, itirməsin. Elə idi, hə, itirməsin. Qoy, mən bir dənə o mətnə belə əlimdə baxım. 11. Mən bir dənə yadımdan çıxır o söz. Hə, itməsin. İtməsin sözü. Bir də yuxarı qayıtmamaq üçün. Bir də nə idi? Aparır. Hə, məktəbini aparır. İfadənin mətnindən fərqli funksiyada işlədilməsi. Deməli, informativ seçmişiksə, bura yazmalıyıq. Poetik. Məsələn, fikir aparır. Fikir onu aparır. Nə bilim, sonra xəyallar onu keçmişə aparır. Məsələn, belə yaza bilərsiniz. Sonra bir də poetik seçdiyimiz hansıydı? Deməli, itməsin. Biliklərim itməsin poetik idi. Siz də bura yazırsınız. Elə et ki, elə et. Nə bilim, kitabın itməsin. Pulun itməsin. Belə bir şey. Yəni, həqqi mənada itməkdən yaza bilərsiniz. Vəssalam. Növbəti mətnimizə baxırıq, uşaqlar. Növbəti mətnimiz Asiya qitəsi mətnidir. Publistik mətndir bu. Mətni bir dəfə kim oxumaq istəyirsə, buradan oxuya bilər. Yavaş-yavaş yuxarı eləyirəm. Ekranı saxlayıb da oxuya bilərsiniz. Əgər oxumamışsınızsa, sırf buradan baxırsınızsa əgər. Belə, növbəti isə, bu arada mən də mətni yuxarı eləyə bir daha nömrəmizi xatırladım sizə. Dərslərimiz, sınaq qruplarımız üçün 070 535 35 55 nömrəsindən yaza bilərsiniz. Bu arada kanalımızı, WhatsApp kanalımızı qoyacağım bu videonun altına. Kanalımıza da girib oradan da izləyə bilərsiniz. Tez-tez suallar paylaşılır sizin üçün. Bu arada mətni də oxudaq. Deməli belə, 21-ci suala baxaq. 21-ci sualda deyir ki, mətnə əsaslanaraq təsdiq etmək olar. Deməli, Kültiginin şərəfinə yazılmış abidə az sözün nəhəng mənasında işlənmişdir. Baxırıq ora, Kültiginin yazdığı. Yox, burada nəhəng mənasında yoxdur. Nəhəng sözü aşağıdadır. Başqa bir fikrə görədir. Deməli, bu doğru olmaz. Sonra, B-də deyir ki, Avropa sözünün Finikiya dilindəki ərəb, yəni qaranlıq, qərb mənasında yaranması hələ də fərziyyə olaraq qalır. Bu fərziyyə deyildi. Bu belədir, dəqiq məlumat var idi mətndə. Tədqiqatçılar Azərbaycan sözünün günəşə tərəf mənasında işləndiyi fikrin belə bir şey yox idi. Qədim xalqların dilində vaxtı ilə işlənmiş bəzi sözlərin mənası indi də araşdırıla bilər. Məsələn, az sözünün araşdırmasından bağlı nə qədər məlumat verilib, Asiya sözünün araşdırması verilib. Deməli, bu cavab budur da. Yəni, göz görə cavab odur. Qədim zamanlardan təbiətinə və geniş ərazilərinə məxsus olduğuna görə Asiya Avropanın əksi kimi. Asiya Avropanın əksi kimi var, amma təbiətinə deyil. Yəni, şərqdə yerləşdiyin, günəşin çıxdığına görə ilə adlanır. Ona görə D variantı. 22-ci suala baxaq. Altından xətt çəkilmiş sözlərin heç birinin şərhinə uyğun deyil. Altından xətt çəkilmiş sözlərimiz nələrdir? Onlara bir dənə göz yetirək, nəzər yetirək. Deməli, okean sözüdür, iqlim sözüdür, mülahizələr sözüdür, okean, iqlim, mülahizələr. Bir dənə də sözümüz buradadır, bölgə. Okean, iqlim, mülahizə, bir də bölgə sözləri. Okean, iqlim, mülahizə, bölgə. Deməli, vahidliyi olan, ona daxil olan elementlərin sıx bağlılığı olan müəyyən bir ərazi, bölgə, bu var. Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi nəzər, mülahizə, bu da var idi, mülahizə sözü. Reallığın təsdiq forması məncə yox idi. Materikləri ayıran böyük su obyekti, bu nə idi? Okean, bu var idi. Havanın çoxillik rejimi iqlim idi, bu da var idi. C variantı yoxdur. Cavab C, 22-dən. Növbəti sualımıza baxaq. Hansı fikir mətndə yoxdur? Bir sıra tarixi informasiyalar müxtəlif mənbələrdə bizə çata bilər. Var idi bu. Yəni, görürük fərqli mənbələrdən, Assuriya, nə bilim, Finikiya və yaxud da, nə bilim, alimlərin araşdırması və s. Alimlərin Azərbaycan adının mənşəyi ilə bağlı yekdil rəyi yoxdur. Bununla görürük ki, yekdil bir qism alimlər Azərbaycan sözündən bağlı fikir söyləmişdir. Ona görə yekdil qərar yoxdur.
Avrasiya materikində qədim zamanlardan insanlar yaşamışlar. Bu da var da, qədim zamanlardan yaşamışlar, göstərir. Asiya yeganə qitədir ki, 9 iqlim quşağının hamısına burada rast gəlmək olar. Bax, cümlənin bu tərəfi düzdür, amma yazmayıb yeganə qitədir ki, yəni qitələr arasında yeganə qitə budur ki, bunda 9 iqlim var. Digərlərində də ola bilər. O birlər haqqında fikir yoxdur axı. Deməli, səhv cavab budur. Mətndə belə bir şey yoxdur. Qədim dövrün xalqları arasında müəyyən əlaqələr olmuşdu. Məsələn, orada var Avropa-Asiya əlaqələri, bu da var idi. Məsələn, bax, mən sizə göstərim o əlaqə məsələsini. Sonra birdən tapa bilməlisiniz. Məsələn, deyir ki, Asturiyalıların bu söz digər xalqlara keçmiş. Asturiyalardan digər xalqlara keçmişsə, deməli, əlaqə var da. Düzdürmü? Başqa şeyləri tapmaq olar əslində. Başqa nümunələr də var. Sonra 24-cü suala baxaq, 24. Hansı fikirlər mətnlə bağlı faktlar hesab oluna bilər? Faktlar. Bəzi alimlərin ərazilərinin xalq adları ilə adlanmasını qəbul edirlər. Bəzi alimlər ərazilərin xalq adlı. Bunu mətndə də görürük ki, bəzi alimlər xalq adlarından, məsələn, Az var idi, Az xalqı. O adla adlandırmasını qəbul edirlər. Gültigin abidəsi Run əlifbası ilə yazılıb. Bəli, orada yazmışdı bunu. Mətndə var idi. Finikiyalılar Asiyada yaşamışlar. Finikiyalılar dəqiq belə bir məlumat yoxdur. Asiyada Avrasiya deyir. Avrasiyada materikdir. Yəni orada ola bilər Asiyada yaşamayıblar. Yer kürəsində 6 qitə mövcuddur. Bu haqda məlumat verilməyib mətndə. Dünya əhalisinin yarısından çoxunun Asiyada yaşaması burada ərzaq problemindən bağlı heç nə danışmıraq mətndə. Deməli, nədir burada? Doğru fikirlər 1-2. D variantı. 25-ci suala baxaq. İkinci abzasda çərçivədə verilmiş ifadə. O ifadə hansı idi? Mən buradan baxa bilərəm, siz bilmirəm. İkinci abzasda çərçivədə verilmiş ifadə. Coğrafi deyir ki, bunlardan biri bu coğrafi adın Az tayfasının adından götürülməsidir. Coğrafi ad nə deməkdir? Toponim. Coğrafi ad orada cədvəldədir, o da toponim deməkdir. Mətnə əsasən cədvəli tamamlayın. Fakt verib, müddəa verib. Deməli, faktlara baxırıq, faktlara baxıb onları ümumiləşdirməliyik. Az xalqının adı Run əlifbası ilə yazılmış abidələrdə, məsələn, Küldiginin şərəfinə yazılmış abidədə də çəkilir. Sonra eləcə də Az sözünün nəhəng mənasında işlənməsi də məlumdur. Azman sözünün kökündə deməli, bu mənada işlənib. Deməli, bura müddəanə yaza bilərik. Məsələn, yaza bilərik ki, bir söz fərqli mənbələrdən fərqli cür göstərilə bilər. Və yaxud da Asiya sözünün yaranması ilə bağlı fərqli fikirlər var. Bax, belə müddəa, yəni tezis yaza bilərsiniz. İstəsəz, mən də bunun tezis nədir, bunu izah eləmirəm. Məsələn, videomuz var YouTube'da. Açıb o videoya baxa bilərsiniz tezis nədir. Yəni, buradan iki fikri ümumiləşdirib, yəni bir dənə müddəa irəli sürə bilərik. Belə, 26-nı dedik. 27-ci suala baxaq. 26 idi o. Yoxsa demədi 26-nı. Hə, dedik. 27. Altından xətt çəkilmiş cümlədə uyğun düzəliş... Altından xətt çəkilmiş cümlə şeydir burada deməli. Deyir, Asiya sözü kiçik ölkə deməkdir. Asiya sözü də əslində böyük ölkə deməkdir. Orada bir dənə yazırsınız, olduğu kimi köçürürsünüz. Bir dənə kiçik sözünü kiçik... Onu böyüklə əvəzləyəsiniz. Böyük ölkə. Bax, bunu yazmalısınız. Məsələn. Tünd qara hərflərlə yazılmış sözə əsasən cədvəli tamamlayın. Tünd qara hərflərlə yazılmış söz hansıydı? Deməli, tayfasının adından götürülmüşdür. Lap belə də baxa bilərik. Tayfasının adından götürülmüşdür. Bax, budur. Burada çox da görünmür bəlkə sizə. Qara hərflə yazılmağı. Amma bax, budur. Deyir ki, bunların coğrafi adın Az tayfasının adından götürülmüş. Deməli, buradakı mənaya baxdıq.
Sonra sualımızda nə deyir? Deməli, sözə əsasən cədvəl sözün mətnindəkindən fərqli ifadə etdiyi məna. Məsələn, götürülmək. Məsələn, sürət yığmağa başlamaq deyə bilərik. Sürətlənməyə başlamaq. Başlamaq. Məsələn, belə deyirik. Ona da uyğun nümunə nə yazırıq? Maşın yerindən götürüldü. Belə və yaxud da deyə bilərsiniz, deməli, məsələn, bu mənada da yazmaq olar. Deyək ki, bəraət qazanmaq. Məsələn, deyə bilərik ki, bu deməli, hökm onun adının üstündən götürüldü. Bax, belə yaza bilərsiniz. Fərqli mənada işlətməlisiniz, yəni o sözü. Belə, nümunəni də yazmalısınız, yəni. Sonra, Eyler-Venn diaqramına uyğun fikirlər yazın. Burada da deməli, Assuriya xalqı, bir də Finikiya xalqını müqayisə edirsiniz. Məsələn, mətnə baxaq, ortaq cəhət də bir dənə yazmalıyıq. Mətndə burada, məsələn, belə bir şey var idi. Mən sizə deyim. Burada lap aşağıda deyir ki, Finikiya ilə bağlı. Avropa sözünün Finikiya dilindəki ereb, yəni qaranlıq qərb mənasında yaranmasını bilirik. Bunu Finikiyaya yazırıq. Bax, bu fikir orada var. Avropa sözünün yaranmasından bağlı fikir var Finikiyalılarda. Sonra Assuriyalılarda nə var? Şərq mənasında asu sözü işlənib yaza bilərsiniz. Və yaxud da ki, yəni Assuriyalılar Avropanın qərbinin əksi kimi qəbul etmişlər. Assuriyalılar deməli Asiyanı Avropanın əksi kimi qəbul eləmişlər. Bunu Assuriyalılara yaza bilərsiniz. Ortaq fikir də qədim xalqlar da yaza bilərsiniz. Qədim xalqlardır. Və yaxud da onların məsələn, ortaq fikir kimi onların deməli mənbələri tarixi mənbə kimi istifadə olunur yaza bilərsiniz. Və s. Yəni çox fikir tapmaq olar əslində fikirləşdik. 30-cu suala baxaq. 30-cu sualda mətnin məzmununa uyğun olmayan abzasda, 3-cü abzasda deyir çərçivədəki cümlə nəzərə alınmır. Yəni o bayaq böyük sözü düzəltdiyi o nəzərə alınmır. Amma ondan başqa hansısa bir abzasda deməli cümlənin mətnin məzmununa uyğun olmayan cümlə işlənib, onu tapacağıq. O da bax burada belə bir cümlə var idi. Bax deyir ki, Assuriya xalqı deməli Assuriya xalqının qalıqları Tacikistanda, Əfqanistanda, yüksək dağ vadilərində indi də yaşayırlar. Bax, bu cümlənin nə əlaqəsi var mətnlə? Mətnlə əlaqəsi yoxdur. Çünki Assuriyalıların harada yaşamasından söhbət açmağa ehtiyac yoxdur burada. Deməli, cavabımız budur. O cümləni yazırsınız, abzası yazırsınız. Abzas neçə idi orada? Abzas, 4 yazacağıq. 4. Sonra cümlə həmin cümləni əsaslandırma da çünki məlumat verilmir. O haqda orada ondan danışılmır. Harada yaşaması haqqında. Belə. Bu qədər uşaqlar, hələlik özünüzə yaxşı baxın. Növbəti sınaqlarda görüşərik. 10-cu siniflərin də mətnlərini yükləyəcəyik.